Təsəvvür edin ki, zirzəminizi qəfil su basır və siz məcbur qalıb yuxarı mərtəbəyə qaçırsınız. Yəni, əl-ayağa düşüb sadəcə ayaq basmağa quru bir yer axtarırsınız. Hə, çox stresli vəziyyətdir. Düzdür. Görünür elə bu dəqiqə sizinlə eyni şəhərdə yaşayan ilanların da başına gələn məhz budur. Bugün əlimizdəki qeydlərlə təbiətin bu gizli tərəfinə belə ətraflı bir nəzər salacaq. Çox aktual mövzudur, çünki ilanlar üzrə mütəxəssis Anar Cəfərovun topladığı məlumatlar bizi necə deyərlər, tam fərqli bir reallıqla üzləşdirir. Şəxsən mənə o qeydlər biraz çaşdırdı. Yəni, mən həmişə elə bilirdim ki, ilanlar ancaq qum qaynayanda, lap qızmar günəş altında üzə çıxır. Axı, aprel və may ayları kifayət qədər sərin, hətta dondurucu keçdi. Bəs necə olur ki, belə havada ətrafda ilanlar peyda olur? Sənin çaşqınlığın çox təbiidir. Çünki bu, belə deyək, kalendardakı o təbii oyanış deyil. Bu, birbaşa sağ qalmaq instinktidir. Yəni, o yağan yağışlara görə. Məhz elədir. Davamlı yağan sərin yağışlar o yeraltı yuvalara yavaş-yavaş amma dayanmadan dolur. İlanlar da sözün əsli mənasında boğulmamaq üçün yuxarıya, yerin səthinə qaçırlar. Onların sadəcə başqa seçimi qanlır. Aydındır. Deməli, onları hərəkətə gətirən günəşin hərarəti yox, yuvalarını dolan palçıqlı sudur. Bu, sanki təbiətin tətbiq etdiyi bir məcburi təxliyə prosesidir. Tamamilə razıyam. Özü də məsələ burasındadır ki, bu məcburi köç zamanı qarşımıza təkcə o zərərsiz su və dam ilanları çıxmır. Mənbədə xüsusilə vurğulanır ki, çox zəhərli gürzələr də səthə çıxmağa məcbur olub. Gürzələr? Bir dəqiqə. Doğrudan. Bu axı çox təhlükəlidir. Hə, həm gürzələr, həm də çuruqbaş və kələz ilanları. İnsanlar üçün bu sadəcə aqressiv bir heyvan deyil, sudan qaçan bir təbiət qaçqınıdır. Amma mən düşündürən başqa bir şey var. Bu qədər ilan sudan qaçıb hara gedəcək? Yəni, şəhərin mərkəzinə o səs-küylü asfalta gələ bilməzlər yəqin ki. Yox, əlbəttə, onlar instinktiv olaraq daha sakit yerlər axtarırlar. Siyahıya baxsaq, onların daha çox dənizə yaxın ərazilərə çəkildiyini görərik. Bakı ətrafı həyət evlərini və bağ massivlərini nəzərdə tutursunuz. Bəli, məsələn, Mərdəkan, Buzovna, Bilgə, Qala kimi yerlər, hətta Türkan, Şuvalan və Qaradağ tərəflər də var. Hə, mən hətta Əhmədli və Hövsən tərəflərdə də peyda olduqlarını oxudum o qeydlərdə. Üstəlik yazılıb ki, artıq bəzi yerlərdən kütləvi müraciətlər gəlməyə başlayıb. O kütləvi müraciət məsələsi həqiqətən narahat edicidir. Təsəvvür edin, həyətə çıxırsınız və divarın dibində bir deyil, bir neçə ilan qıvrılıb qalıb. Amma yaxşı xəbər budur ki, hazırda bu çağırışların sayı o qədər də çox deyil. Cəmi 1-2 belə hal qeydə alınıb. Aha, yəni hələ ki vəziyyət kritik deyil. Hələ ki. Çünki hava sərindir. Lakin əsl böyük təhlükə bizi qarşıda gözləyir. Havalar qəfil istiləşən kimi bu mənzərə kəskin şəkildə dəyişəcək. Bax, mən burada bir şeyə anlamıram. Əgər onlar onsuz da yuvalarından çıxıblarsa və bizimlə eyni quru sahədədirlərsə... Havanın isinməsi nəyi dəyişəcək? Ay sağ ol. Yəni, niyə qəfil istiləşmə əsl xaos yaratsın ki? Çünki ilanlar soyuqqanlı canlılardır. Bizim kimi deyillər, bədənləri daxildən istilik yaratmır. Onların bütün maddələr mübadiləsi, yəni enerjiləri, xarici temperaturdan asılıdır. Hə, indi çatdı. Yəni, sərin hava onların enerjisini alır. Yuxarı çıxıblar, amma sadəcə halsızdılar. Bəli, passiv şəkildə bir kənarda gözləyirlər. Amma günəş çıxıb havanı qəfil isidəndə... Bu, sanki onların bioloji mühərriklərini eyni anda işə salan bir düymə olacaq. Tam olaraq. İstilik onlara sadəcə oyanmaq üçün yox, hərəkət etmək üçün o lazım olan enerjini verəcək. Sərin havada xilas olub bir yerdə donub qalan ilanlar isti vuran kimi birdən-birə superaktiv olacaqlar. Onda biz bir anda passiv ilanlarla yox, çox böyük və aktiv bir ilan dalğası ilə üz-üzə qala bilərik. Bəli, bu çox real təhlükədir. İqlim dəyişikliyinin gətirdiyi qeyri-sabit yağışlar yeraltı ekosistemi alt-üst edib. Təbiət bu heyvanları qapalı məkanlarından birbaşa insanların yaşadığı quru sahələrə doğru itələyir. Başlanğıcda dediyimiz o su basmış zirzəmi məsələsi reallığı necə də gözəl izah edirmiş. İlanlar o zirzəmidən qaçıb indi bizimlə yeni mərtəbəyə gəliblər. Çox dəqiq bənzətmədir. Bu isə bizi sonda belə bir düşüncə ilə baş-başa buraxır. Bizim o Bakı ətrafı sahil qəsəbələrindəki məskunlaşmamız durmadan genişləndikcə və dəyişən iqlim bu cür məcburi köslər yaratdıqca,
Bəlkə də biz bu canlıların ərazisini işğal etmirik, bəlkə də biz sadəcə olaraq bu dəyişən iqlim şəraitində onlarla eyni quru sahəni paylaşmağı öyrənmək məcburiyyətində qalırıq. Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir məsələdir.